Qoyduğun şəkil kimindir? O mənim əmimdir, həm də böyük qardaşımdır. Bəxtiyar. Allah əmlərinə rəhmət eləsin. Allah rəhmət eləsin. Ümumiyyətlə, kriminologiyaya necə baxsan indi, kriminal aləmə? Sadəcə fikrini deyəndə. Mən yaxşı baxıram, pis baxmıram. Yaxşı niyə baxsan? Kriminal aləmdə mənim yaxşı nəsə görməmişəm. Doliyə yığmaqdır, razboydur, kimisə vurmaqdır, nə bilim bıçaqlaşmaqdır, türmələrdir, xəstələnmə, türmədə xəstələnib gelib serozdan ölməklər, içməklər, narkotika, belə şeylər var da, ancaq qara-qura işlər. Müsbət bir şey görməmişəm. Müsbət nə məndə? Kimsə qəşəng söhbət eləyir, o başqa şeylər ha. Onu demirəm. Onun üçün elə olanlar var ki, həqiqətən qəşəng söhbətlər eləyirlər. Yaxşı kəlmələri var, yaxşı ideyaları var bəzi. Amma bu kriminal yönümdə deyil, bu şəxsi yönümdədir. Şəxsi keyfiyyətdir, kriminal keyfiyyət deyil. Mənə kriminal keyfiyyətlər lazım ki, kriminal keyfiyyətlərin hansı müsbətdir ki, biz, məsəl üçün, sən ona yaxşı deyirsən. Bir dənə yaxşı nümunə çək. Ədalətli görmüşəm hər şeyi. Ədalətli görmüsən? Elə bir dənə hökm çıxıb ki, o hökmü mən bu günləri, məsəl üçün, açıb Quranı oxuyuramsa, məsəl üçün, arada da sırada açıb oxuyanda görürəm ki, orada riski o hansı ki o müəyyən məqamı oxuyanda görürəm ki, o dönümdə bu ədaləti eləyiblər. Yəqin onlar buradan oxuyub eləyiblər. Bəxtiyar, ay Bəxtiyar. Quran açıb oxuyanda görmədin ki, orada yazılıb oğrunun əllərini kəsin. Bu yeri görmüşəm. Və sən bu yeri görmüsən, bir dəfə kəsmək olmaz. Ona oğrunun nəticəni də izah edib, ikinci dəfə eləsə kəsmək olar. Harada yazıb o ayəni deyib, bir də mən baxım. Mən Quranı 3 dəfə oxumuşam. Buyurun deyin ayəni. Bilmirəm baxım, mən sənə ki mühafid. Amma mən deyirəm elə bir siz dediyiniz yoxdur. Mən deyirəm amma oğlun birbaşa əlini kəsin deyə ayə var. Birbaşa ola bilməz, axı ədalətsizlik olar. Birbaşa oxuyaq da ayəni oxuyum sənə. Yox, bilsən necə ola bilməz. Oxuyarsan oxa. Oxuyaq. Oxuyum mu? Maidə surəsi 5:38. Oğurluq edən kişi və qadın əllərini kəsin. Və sıramça bu qurtardı. Yəni burada deməyib tövbə eləsin, nə eləsin, nə qarşın. Elibdə kəsin. Get bir dənə tam İslam qanunları ilə idarə olunan ölkələrə bax. Tam İslam qanunları ilə idarə olunan ölkələrdə gör nə qədər insan əlləri gedib işlə. Nə qədər minlərlə gedib. Nəysə, bunu qoydum qırağa. Mən o cəhətdən deyirdim. Mən Qurandan gəldim, mən də Qurandan söhbət elədim. Harda desə oradan söhbət edirəm. İkinci dənə sualım. Bizim o vaxtki müharibəmizdə, o vaxtda bizim müharibəmiz oldu bu şeylərlə, haylarla. Orada hansı oğru döyüşürdü? Bilmirsən? Bəs haqq, ədalət hansı ədalətdir? Mənim Xocalıda millətim qırılanda, mənim millətim onda zorlananda, nə bilim başlarının oyununa gələndə, dünya Kərbala kimi başına hadisə gəlmişdi. O oğrular hardaydı onda? Ədalətdən danışırsan, sən ədalətli oldular. Ədalətlilərsə niyə avtomat götürüb getmirlər Xocalı söhbətinə? Ümumiyyətlə o Ağdama, nə bilim o Füzuliyə, Zəngilana. Elə bəlkə heç onlar o dövrdə elə bir şəraitlər olmayıb getməyə. Yəni o deməkdir ki, onlar düzələmirlər. Qardaş, çəkilişlər var, çəkilişlər var. Qulaq as. O vaxtı dövrün çəkilişləri var, elə bilməm, elə belə şeydir. Orada hər cürə insan döyüşü var, hər cürə. Jurnalistindən tutmuş qoyunatoruna kimi. 15-16 yaş uşaq var gəlib döyüşən. Deyir, mənim çəkməyin, anam elə bir ki, mən haradasa oxuyuram. Gəlmişdi döyüşə. Həmən məqamda oğurlar haradaydı? Bax, mənim qardaşım, mən hardan? Sən mənə hardan hara dartdın? Mən sənə danışdım. Hardan hara dartdım? Demədim, 25-30-a qaydaq. Birbaşa qayıtdım ora. Oradan belə danışmadın, cavab vermədin, mən də qayıtdım ora. Yəni, mən sənə dediyim, mənim sənə izah elədiyim. Yəni ki, sən əgər bir şeyi pis görüb, məsələn, bir insanı pis görürsən. Bu da insan, məsəl üçün, hansı medianın nümayəndəsidir. Odur ki, hamısı pisdir. Mən onu demək istədim sənə. Mənim millətimin arvadlarını o da o məsələ edirlər. O məsələ demirəm, sıfama gidirik. O məsələ edirlər. Vorzakon çıxıb deyir ki, mən Vorzakonam, mən Boram, mən düz aləməm, mən ədalətli aləməm. Əla ədalətli aləmsən, sənin millətinin, arvadının başına iş gətirəndə o haylar, o ən konusunda millət. Sən haradaydın burada 90-cı illərdə? Niyə getməmsən onunla söhbət? Sən düzgünlükdən danışsan, düzgün olan insan, ədalətli olan insan, niyə gedib o döyüşmüydü? Bir dənə mənə oğradırsa ki, gedib orada döyüşürdü. Deyim, sən düzsən. Bir dənə qulaq asla. İndi elə sənə danışdırsan, gələ bilirlər mən oğruz adam, nə bilim, besmə Yo. Sən normal, sən məndən sadə bir oğlansan, məndən söhbət edirsən, vəssalam. Sadə sən dedin. Yo, bir dənə qulaq asla. Yəni, sən elə bir riski danışarsan, yəni elə bilərlər ki, söhbət, yəni mən oğru falan deyiləm, mən postu qardeşlə bir-iki məsələ, yəni danışmaq üçün elə belə keçdim yəni bura. Allah da həmd olsun ki, yəni mənim əxlaqım falanın, besməkanım yerindədir. Şübhə yoxdur.